bu yerli idarəçiliklə bağlı. Bu icra hakimiyyətləri ilə bağlı əvvəllər bir sıra problemlər var idi. Yəni şikayətlər var idi falan, amma indi onların xarakteri dəyişib. Əvvəllər deyirdilər ki, kimsə öz başçılıq eləyir, nə bilim orada ağalıq eləyir, xanlıq eləyir hansı icra başçısı. İndi başqa şikayətlər var. Deyirlər ki, fəaliyyətsizlikdən şikayət edirlər ki, məsəl üçün seyirci rolundadır. Gizlənməklə məşğuldur. Hə, indi belə çıxır ki, yəni biz bu sistemi hansı dəyişdik, şəxsləri dəyişdik, amma sistem mənfiyə doğru getdi. Yəni bir orta bir məxəz tapa bilmirəm hansı formada bu icra nümayəndələri öz işini qursunlar. Biz də indi məsələn çox eşitmisiniz də yeni idarə metoduna keçmək haqqında danışılır. Məsələn, hələ ki başlanılıbdı. Qarabağdan başlayıb. Prezidentin səlahiyyətli nümayəndələri, icra hakimiyyətləri mənə görə eyni şey olacaq da. Bir gün adı icra başçısıdır, sabah səlahiyyətli nümayəndə olsun, birisi gubernator olsun, birisi nəsə olsun. Yəni əgər sistem, mexanizm işləmirsə, izah edə bilir. Məsəl üçün Facebook şirkətinin adını dəyişdi elədi Meta. Amma göz sistem işləyir deyə heç kim fərqinə də varmadı ki, o adını dəyişdi elədi ya dəyişmir. Amma bizdə sistemi dəyişmirlər. Bizdə belə deyək də sistemi işə salmaq istəmirlər. Adla oynayırlar. İzah edə. Məsəl üçün deyək də mən bu gün icra başçısıyam. Mexanizm eynidir. Sabah prezidentin səlahiyyətli nümayəndəsiyəm, yenə mexanizm eynidir. Mən niyə işləməliyəm?